Salam. Bugün dərsimiz 8-ci sinif 2-ci hissədən olacaqdır. 7-ci bölməyə aid canlı aləmin təsnifatı ilə tanış olacaq. Bildiyiniz kimi, hələ qədim dövrlərdən alimlər canlıları inkişaf xüsusiyyətlərinə görə, xarici və daxili quruluş səviyyələrinə görə və digər xüsusiyyətlərinə görə qruplaşdırmaq haqqında müxtəlif nəzəriyyələr yaratmışdılar. Canlıların belə təsnifatı bioloji müxtəlifliyi başa düşməyə imkan verir. Bu, uyğun elmi nəzəriyyənin yaranmasında, təbabət və kənd təsərrüfatının inkişafında, həmçinin ətraf mühitin qorunmasında da mühüm rol oynayır. Canlıların təsnifatı böyük tarixi inkişaf yolu keçmişdir. Hələ qədim zamanlarda Aristotel canlıları xarici əlamətlərinə görə bitki və heyvanlara ayırırdı. Orta əsrlərdə isə əsas diqqət dərman bitkiləri idi. Onların öyrənilməsi ilə məşğul olan alimlər orqanizmləri xaotik şəkildə adlandırırdı. Bu da onların öyrənilməsinə çətinlik yaradırdı. İntihab dövründə başlayaraq bu hardasa 18-ci əsrdə Karl Linney təsnifat məşğul olmaq üçün iki qat latın adlarından istifadə, yəni qoşa latın adlarından istifadə etməklə təsnifatın əsasını qoydu. Deməli, bu təsnifata görə hər bir növ iki adla, növün adı və növün daxil olduğu cinsin adı ilə adlandırılırdı. Məsələn, Homo sapiens, dərrakəli insan, müasir insanın növünün adıdır. Burada sapiens dərrakəli, homo isə insan, homo cinsin adı, sapiens isə növün adı kimi götürülür. Latın dilində deməli birinci cinsin adı, ikinci isə növün adı qeyd olunur. Azərbaycan dilində isə əvvəlcə növün, sonra isə cinsin adı qeyd olunur. Bu cür 18-ci əsrdə Karl Linney tərəfindən qoşa latın adları ilə adlandırma təsnifatda bir yüksəliş oldu. Yüksəlişin olmasına səbəb oldu. Bu isə öz növbəsində 19-cu əsrdə Charles Darwinin növlərin mənşəyi ilə bağlı nəzəriyyəni yaratdıqdan sonra, həmçinin təsnifatda canlıları öyrənmək üçün onların qohumluq əlaqələrinin də nəzərə alınması haqqında fikrin deməli qəbul olunmasına əsas verdi. Bu gün isə bildiyiniz kimi molekulyar biologiya və genetika elmi yüksək səviyyədə inkişaf etmişdir. Bu da canlıların təsnifatını dəqiqləşdirməyə və yenidən araşdırmağa imkan verir. Canlıların təsnifatının hansı əhəmiyyəti var? Bildiyiniz kimi canlıları sistemli şəkildə öyrənmək üçün sistematika elmindən istifadə olunur və onu da qeyd eləyək ki, yer kürəsində çoxlu miqdarda canlı orqanizmlər mövcuddur ki, onlar sistemli şəkildə öyrənilməsə, onlar haqqında məlumatı əldə etmək çox çətinlik törədir. Burada soruşulur canlılar aləminin təsnifatına aid fikirlər niyə görə dəyişib? Buna belə cavab verə bilərik ki, bildiyiniz kimi əvvəllər biz qeyd edirdik ki, 4 canlı aləm var, hüceyrəvi quruluşa malik olan orqanizmlər, onlara aid idi bitkilər, heyvanlar, göbələklər və bakteriyalar aləmi. İndi isə bu diaqrama baxsaz, görərsiniz ki, müasir təsnifatda isə 5 aləm haqqında məlumat öyrənilməsi nəzərdə tutulubdur. Deməli, biz canlıları 5 aləmdə qruplaşdırmış olacaq və bu şəkildə öyrənəcəyik. Bu isə təsnifatda yeniliyin yaranması deməkdir. Gördüyünüz kimi, heyvanlar aləmi, bitkilər aləmi, göbələklər aləmi, bakteriyalar aləmi və öz növbəsində yeni olan protistalar aləmi mövcuddur ki, yəni 5 aləm şəklində biz canlıları təsnifləşdirib öyrənəcəyik. Bu cür təsnifatın daha yaxından öyrənilməsi müasir elmin inkişafı ilə əlaqədardır. Bildiyiniz kimi, orta əsrlərdə taundur, malariyadır, vəba kimi epidemiyalar olub. Onların yayılma səbəblərini aşkar etmək üçün mikroorqanizmlər düzgün təsnifat olunması vacib idi. Məsələn, 19-cu əsrdə
Yersinia pestis taun törədicisi bakteriyası müəyyən edildikdən sonra infeksiyanın yayılma səbəbləri aydın oldu. Düzgün təsnif nəticəsində oxşar mikroorqanizmləri müəyyən etmək, onlarla mübarizə üsullarını həyata keçirmək mümkün oldu. Yəni təsnifatı öyrənmək, yəni ziyanvericidirsə onlara qarşı mübarizə üsullarının dəqiqləşdirilməsi üçün bir şərait yaratmış oldu. Bildiyiniz kimi 15-17-ci əsrlər böyük coğrafi kəşflər dövrü adlandırılır. Dünyanın müxtəlif yerlərində Avropaya çoxlu miqdarda yeni canlılar, ya heyvanlar, ya da bitkilər gətirilirdi. Alimlər kütləvi şəkildə ekspedisiya gedirdilər və yeni növ və növlər haqqında məlumat əldə edirdilər. Bəzi bitki növləri bildiyiniz kimi xarici xüsusiyyətlərinə görə oxşardılar. Tamamilə fərqli xüsusiyyətləri var, oxşar olsalar da, məsələn, kartofdur, qarğıdalıdır, düyüdür. Bu bitkilərin düzgün təsnif edilməsi onlardan daha düzgün istifadə etməyə gətirib çıxardı. Bildiyiniz kimi, indi insanların əsas qidasını bu bitkilər təşkil edir. Bölmədə biz nə öyrənəcəyik? Yer üzərində mövcud olan canlıların təsnifatı ilə bildiyiniz kimi sistematika elmi məşğul olur. Canlıların təsnifatının əsasında orqanizmlərin hüceyrələrinin quruluşu, artıq bilirik ki, hüceyrənin quruluşuna görə prokaryot, eukaryot olanlar mövcuddur. Yəni formalaşmış nüvəsi olan və yaxud da olmayan canlılar mövcuddur və yaxud canlıları bir hüceyrəli və çox hüceyrəli olmaqla da qruplaşdırılır və yaxud qidalanma tiplərinə görə qeyri-üzvü maddədən üzvü maddəni özü hazırlayan avtotrof orqanizmlər və yaxud hazır üzvü maddələrdən istifadə etməklə qidalanan heterotrof orqanizmlərin mövcudluğu onlar haqqında müxtəlif xüsusiyyətlərin olmasını təsdiqlədi. Canlıları qeyd elədik ki, yuxarıda diaqramda da 5 aləmə müasir təsnifatda ayrılırlar. Bakteriyalar, protistalar, göbələklər, bitkilər və heyvanlar aləminə ayrılır. Mən bayaq da qeyd elədim ki, biz bu kitab çıxana qədər hələ aləmləri 4 yerə ayırırdıq, hüceyrəvi quruluşa malik olanları. Protistalar isə yeni bir aləmin olması haqqında bu kitabda başlanğıc verməsini əsas göstərici hesab olunur. Heyvanlar aləminin sistematikasında, həm bitkilər aləminin sistematikasında bildiyiniz kimi onları qruplaşdıranda sistematik kateqoriyalardan və yaxud sistematik vahidlərdən istifadə edirlər ki, heyvanlar aləminin sistematikasında tip, sinif, dəstə, fəsilə, cins və növ təsnifat vahidləri kimi götürülür, istifadə olunur onlardan və yaxud bitkilər aləminin sistematikasında isə şöbə, sinif, sıra, fəsilə, cins və növ təsnifat vahidi kimi istifadə edilir. Ümumiyyətlə, yadda saxlayaq ki, canlı orqanizmləri öyrənilməsi, onların sistemləşdirilməsi zamanı onların qohumluq əlaqələri, müxtəlif yaşda olanlar, xarici və daxili quruluşları öyrənilir. Bu işdə həm də qeyd elədik ki, mikrobiologiya və genetika elmi də iştirak edir. Bu qədər. Sağ olun.